Tercimha min fadlik. Bu Tercüme. kişi, bu kişi müderris, müəllimdir. Bəli. O kişi mühendistir. Elhamdülillah. Allah. Hâzer racul, yani bu kişi müderris. Müderristir, müəllimdir. Ve zâliker racul, o kişi ise mühendis, mühendistir. Velhamdülillah. Burada kardeş deməli hâzel veledu Halidun. Bu uşaq Haliddir. Zahiren belə oxşuyur. Hâzâ veledu Halidin. Bu Halidin uşağıdır. Veled uşaq, Halid de Halid. Lakin bu mudafun ileyh ola bilməz. Halidin uşağı ola bilməz. Çünkü Halidin uşağı olsaydı birinci ise heç vaxt əlifləm qəbul eləmir. Mudafda, mudafun ileyh qaydasında. Birinci ise mudaf əlifləm qəbul etmir. Eğer Halidin uşağı olsaydı, olasıydı əlifləmsiz. Həzə vələdu Halidin. Lakin bizde bu değil, bizde əlifləm var. Olacak həzəl vələdu, bu ayrıca tərcümə olunur. Həzəl vələd, bu uşaq Haliddir. Həmçinin və zəlikəl vələdu, o uşaq, zəlikəl vələdu, o uşaq Muhammeddir. Burada diqqətli olmaq lazımdır ki, mudafun ileyhlə səhv düşməsin. Bismillah, ikincidə yoxlayaq. Necə olur? Həzə ər-rəculu müdərris və zəlikə ər-rəcul mühəndis. Ey na'am, hâzə ər-rəcul müdərris və zəlikə ər-rəcul mühəndis. İndi tərcimhə min fadlik. Bu kişi müderris, müəllimdir. Bəli. O kişi mühendistir. Elhamdülillah. Allah. Hâzər racul, yani bu kişi müderristir, müəllimdir. Və zəlikər racul, o kişi ise mühendistir. Velhamdülillah. Hâzel kitabu cedidun ve zâlikəl kitabu qadimun. Ey na'am. Keyfe tercemetuha? Hâzel kitab. Bu kitap təzədir, o kitabı ise köhnədir. أيوة أحسنت بارك الله فيك. هذه السيارة لعلي. هذه السيارة لعلي. Bu Ali'nindir, bu maşın. أيوة. O Halid'e məxsusdur. أحسنت. وتلك لخالد. oysa Halid'e məxsusdur. أي نعم أحسنت. بارك الله فيك. Beşinci zəhmət olması oxuyaq. Həzəl bəbu